Bakı Apellyasiya Məhkəməsi ərzaq vermə və satış məqsədi ilə külli miqdarda metamfetamin saxlamaqda təqsirləndirilən Yusif Məlikzadə və Adəm Tağzadənin apellyasiya şikayətini təmin etməyib. İttihama görə hadisənin kökündə TikTokda zərər çəkmiş İbrahimovla Elnur adlı şəxs arasında yaranan mübahisə dayanıb. Təqsirləndirilən şəxslər məsələni həll etmək bəhanəsi ilə zərər çəkmiş avtomobilə mindiriblər. İstintaqın məlumatına əsasən avtomobil hərəkətdə olarkən Yusif Məlikzadə kəmərini zərər çəkmişin boynuna keçirərək onu boğmağa başlayıb, təhqir edib və ona fiziki ağrı, psixi iztirab verib. Bu zaman Elnur hadisəni TikTokda canlı yayımlayaraq zorakılığı internet istifadəçilərinə nümayiş etdirib. Bundan başqa hər iki şəxs satış məqsədi ilə ümumilikdə 8,236 qram metamfetamin saxlamaqda da ittiham olunub. Onlar baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Məlikzadə 5 il, Adəm Tağzadə isə 4 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi bu hökmü dəyişdirməyib.